Mən Ələkbərov Eyvaz Mehtoğlu məcburi Kəlbəcər qaçqınıyam. Ailə vəziyyətim ağır olduğuna görə müğambaydan 2000 manat pul götürmüşəm. Hər ay mən 94 dollar devlətə pul ödəyirdim. İndi dollar qalxdığına görə 158 manat olduğuna görə mənim heç bir imkanım yoxdur ödəməyə. Ona görə ki, ailə vəziyyətim ağırdır, özüm qoca kişiyəm, vəziyyətim çox pisdir, heç vaxtı da ödəməyəcəm. Əgər məni məcbur eləsələr, Azərbaycanın başqa devlətdən sığınacaq istəyib çıxıb gedərəm. Ona görə ki, o Kəlbəcərdə nə evimiz, eşiyimiz vardı, Kəlbəcərdə orada əlimizdən aldılar, bununla burada əlimizdən alırlar. Nəyimiz var? Ayda 150 manat pensiya alıram, onu da üstünə gərək 50 manat da borç kimdən sağlam qoyam, mən ödəyim. Nətər ödəməliyəm? O da mən nə yeməliyəm, nə yeyməliyəm, nə iş görməliyəm ki, mən dolanım. Xahiş edirəm bu barədə prezident ciddi tədbir görsün və bizim də vəziyyətimiz babaddaşdır.